Pul. Bizde bu söz artıq ehtiyac deyil, bir dinə çevrilib. Elə bir din ki, peyğəmbərləri bankirlər, müqəddəs kitabı isə çek dəftərçələridir. Əvvəllər insanları şərəfinə görə tanıyırdılar. İndi isə bank hesabındakı sıfırlara görə. Amma bir problem var. Sıfırlar artdıqca bəzi insanlarda mənliyin qiyməti ucuzlaşır. Musiqi sənəti çoxdan ölüb. İndi səs yox, ətlərin əndirabadi rəqsi var. Özünə arxa düzəltdirib dalını reklam etməklə pul qazanan qadınlar bilməlidirlər ki, səs telləri ilə deyil, cərrah bıçağı ilə qazanılan uğurun ömrü o silkonun zəmanəti qədər olacaq. Və biz artıq insan yox, qiymət etiketi olan varlıqlar. Kimimiz bədənimizi, kimimiz isə susqunluğumuzu satırıq. Alıcı isə həmişə eynidir. Öz boşluğunu doldura bilməyən kütlə. Sizin qiymətiniz neçədir? Hələ ki alıcı tapılmayıb, yoxsa bazarlıq davam edir? Düşünməyə 59 saniyəniz var. Rica edirəm ki, videoları bəyənib səhifəni təqib edəsiniz.